təqdimatına yığılmağımızın səbəbini qısa olsa qeyd etmək istəyirəm mən. Əvvəla hər birimiz bir müəllim tərbiyəsi görmüşük, müəllim dərsi görmüşük. Ruslanın da çox gözəl müəllimləri olub, istər musiqi məktəbində, istər musiqi texnikumunda, istər Milli Konservatoriyada. Mən onların da adlarını çəkmək istərdim, rəhmətə gedənlərin. Bunlardan biri Qamboy müəllimidir, musiqi məktəbində Qamboyun tələbəsi olub. Qamboy Ruslanın tələbəsi, Qamboy müəllim tələbəsi olub Ruslan. Və Qamboy müəllim Ruslanın öz əxlaqına görə, tərbiyəsinə görə, mənəviyyətinə görə hələ oğlu hesab edirdi. Onun oğlu evladı yoxdur, Ruslan'a oğul deyildi. Allah rəhmət eləsin, çox böyük rəhmətli oldu onun üzərində. İkincisi də Milli Konservatoriyada Allah rəhmət eləsin, Rahib Musazadə, konservatoriya profesori. Qısa təmin olsun. Elmi rəhbəri oldu. Allah rəhmət eləsin. Və digər sözüm ona ibarətdir ki, Ruslanın bu əksəyə gəlib çatmasında, bugünkü bu möhtəşəm tədbir keçirməyində səbəblərdən biri də Azərbaycan Milli Konservatoriyasında Ruslanın yetişməsində, elmi işin əksəyə gəlməsində, xidmətləri olan yoldaşlar ki, günlər burada Milli Bakı Musiqi Akademiyasının əməkdaşlarının Ruslanın xidmətləri var Ruslanın işimizdə. Mən onlara təşəkkür eləmək istəyirəm. Bir nəzərinə çəkildi, təbii ki, dəvəti qəbul edildi, burada iştirak edilər. Asıl müəllimdir, Maya xanımdır, Akif müəllimdir, İzalarla tanışdır, Xalq Asistir, Vahid müəllimdir, Asəli müəllim, burada iştirak edildi. Bunların həm kitabın əksəyə gəlməsində, həm də ki, bu elmi işin, tədqiqatın içində xidmətləri çox olur. Başqa səbəb Ruslanın bugün gəlib bu alim dərəcəsinə çıxmağının ən böyük səbəbi mən hesab edirəm ki, onun valideynləri. Ruslanın uşaqlığından tanıyıram, musiqi məktəbindən tanıyıram, onun valideynləri çox belə tərbiyəli ailədən çıxır ki, başqa cür ora da bilməzdi. Ruslan bu ailədən çox gözəl tərbiyə görüb, çox gözəl əxlaqı görüb, yoldaşlar qeyd edələr qalardı. Çox işgüzarlığı vardı onun. Çox işgüzarlı, belə inisiyyətlər çox səmimi idi. Bir əlimə bilmişəm. Bir əvvəl içərisində görürsən ki, belə bir adamla istiqdaşlıq edir ki, belə bilirsən ki, bir neçə ilin dostlarım da var. Mən valideynlərini təşəkkür etmək istəyirəm. Ruslanın və burada Fıqayədə tanış oldum onlarla da. Çox gözəl övlad böyütmüşsün, bacım, atam. Atasına qeyib münasib etmək istəyirəm. Çox gözəl övlad böyütmüş, çox işgüzar, mədəni, əxlaqlı, tərbiyəli, belə bütün əxlaq kodeksində olan keyfiyyətlərin hamısı Ruslan'da var. Keçən gün özünüz görmədə musiqi çıxmış kimi deyim. Siz kitabın adını təqdim edəndə aparıcı qeyd edək ki, İsfahan Bayatı-Şiraz. İsfahan niyə Bayatı-Şirazdır? Musiqişünasılar bunu çox gözəl bilirlər. Əvvəla Bayatı-Şiraz, xalq artistinin Bəhram Mansurovun çıxışları var bu barədə, internetdə də var. Qeyd edilir ki, Bayatı-Şiraz bir muğam kimi, bəsraq kimi 19-cu əsrdə meydana gəlib. Ondan qabaq da Üzeyir bəy tərbiyyə cəndizə, eyni zamanda Azərbaycan xalq musiqi əsasları elmi kitabında Üzeyir bəyin qeydi var ki, 13-cü əsrin axırları, 14-cü əsrin əvvəllərində yaxın şərq, orta şərqdə 12 əsas muğam olur və 6 avazat olur. 12 muğam arası içərisində İsfahanın adı çəkilir, Bayatı-Şiraz yoxdur. İsfahan adı çəkilir və o İsfahan muğam içərisində yenə Bəhram Mənsurova istinad edirəm, çox bir zəngin struktur muğam içərisində. Mən bir şey diqqəti cəlb edilmək istəyirəm ki, Ruslan məsələn kiçik həcmli muğamlar deyirik də, Rahabi, Kürtü. Bunlardan birini götürüb elmi tərbiyə işləyə bilərdi, tez də hazırlaya bilərdi, yüngül hazırlaya bilərdi. Amma niyə bir dəfəlik ikinci çətinliyə düşdü? Və ya dedim ki, Bəhram Mansurov çıxışında Bayatı-İsfahanın içərisində bir neçə muğamın adını çəkir. Orada Bayatı-Kürtün
şöbələri, Bakı Münazirliyi. Bakı orada bir şöbə kimi, Xavəran, Bakı, Uzal şöbələri kimi işlənir Bakı. Qatar muğamı işlənir, ifa olunur orada və İsfahan özü ifa olunur. Amma müasir Bakı isə o tarixi inkişaf dövrü təbii ki, ona təsir edir. Müasir dövrdə tədris ocaqlarında, istər İncəsənət Universitetində, istər Milli Konservatoriyada, istər kolleclərdə Bakırazın 9-10 proqramlardan asılı olaraq 9-10 şöbəsi istifadə olunur. Və Ruslanın belə çətin bir sahəni seçməsi, çətin bir muamele seçməsi, bu da Ruslanın ikiyüzallığının bir göstəricisi. Təsəvvür edin, səhifə bir yadımdan çıxıb, 172 səhifəlik işi asan başa gəlmir. Ruslanın alim dərəcəsi almağı həqiqətən biz hamı sevinirik. Çünki Ruslan elə bir Azərbaycan Milli Musiqi Mədəniyyəti Xəzinəsinə elə bir dəyərli töhfə bəxş edir ki, az olur belə işlər, az olur belə elmi tədqiqat işləri. Ümumiyyətlə, müəllimlər haqqında elmi tədqiqat işləri çox çətindir. O vardiyyə gəlir, nəysə bir şey alətdə çala biləcək və ya bir xalçı olsan, oxuyan xanədə olsan ki, o onun kökünə, dərindən qələb olub, belə bir elmi, əhəmiyyətli iş yazır. Ruslan, mən sənə təbrik edirəm. Allah kömək olsun. Allah valideynlərin canı xəbər olsun. Sən isə belə çox böyük töhfə verirsən bizim musiqi mədəniyyətimizə. Uğurlar arzu edirəm, gələcək uğurlarına təbrik edirəm.